Ömər dedi, belə söz deyibsən? Dedi, bəli, demişəm. Dedi, ey peyğəmbər, la təfəl. Bu işi görmə. Həzrət peyğəmbərə şey eləyir, nəhy deyirlər də. Bu işi görmə. Bir dəfə də bu məsələni danışmışdıq. Bir gün Həzrət peyğəmbər öz səhih mənbələrində gəlib Həzrət peyğəmbər öz nə'leynini, ayaqqabılarını verdi Əbu Hüreyrəyə. Dedi, çıx bu divarın arxasında kimi görsən, ilk gördüyün şəxsə cənnəti müjdə ver ona. Cənnətlə onu müjdələ. Əbu Hüreyrə deyir ki, Həzrət peyğəmbərin 2 dənə ayaqqabılarının nə'leyini götürdüm, çıxdım. İlk qarşıma çıxan şəxs Ömər oldu. Ömər dedi, bu ayaqqabılar nədir? Dedim ki, Həzrət peyğəmbərin ayaqqabılarıdır və mənə bu sözü deyib. Ömər mənə elə bir zərbə vurdu ki, yıxıldım yerə və arxam da əzildi. Ağlaya-ağlaya gəldim Həzrət peyğəmbərin yanına və Ömər də mənim dalımcaq gəlirdi. Həzrət peyğəmbər soruşdu, Əbu Hüreyrə, nə olub? Niyə ağlayırsan? Dedim ki, Ömər belə iş gördü, vurdu, mən yıxıldı, əzildim. Bu zaman Ömər gəldi. Ömərdən soruşdu Həzrət peyğəmbər, niyə Əbu Hüreyrəni vurdun? Və Ömər də dedi ki, belə söz deyibsən? Dedi, bəli, demişəm. Dedi, ey peyğəmbər, la təfəl. Bu işi görmə. Həzrət peyğəmbərə şey eləyir, nəhy deyirlər də. Bu işi görmə. Niyə? Çünki mən qorxuram insanlar buna arxain olub əməl eləməyələr. Yəni bu peyğəmbərdən üstün bilir. Halbuki digər mötəbər mənbələrində də var onların ki, gəlib Həzrət peyğəmbər müjdə verir, cənnətlə müjdələyir Öməri. Ömər deyir, əlhamdülillah. Baxın, budur da.